Deməli, birinci mövzumuz adlanır cismin impulsu. Cismin impulsu nədir? Cismin kütləsi ilə onun sürəti hasilinə bərabər olan vektorial kəmiyyətə cismin impulsu deyirik. İmpuls P hərfi ilə şərh olunur. Düsturu isə P bərabərdir mv'dir. İmpulsun vahidi, kütlənin vahidi kiloqramdır. Sürətin vahidi isə metr böl saniyədir. Yəni kiloqram vur metr böl saniyə kvadratı. İmpuls vektorial kəmiyyətdir. Vektorial kəmiyyətdirsə, deməli bunun istiqaməti olmalıdır. İmpuls salam. İmpuls vektorunun istiqaməti, sürət vektoru istiqamətindədir. Sürət vektoru. Baxın, burada sürət sağa doğrudursa, demək ki, cismimizin impulsu da sağa doğru yönələcəkdir. Sürət sola doğru yönələrsə, impuls da sola doğru yönələr. Deməli, yazıram ki, impuls vektoru sürət vektoru istiqamətindədir. Sürət vektoru istiqamətindədir. Bu formada. İndi çevrə özləri bərabər sürət hərəkətdə sürət olduğuna görə impuls da var. Yazıram ki, çevrə üzrə bərabər sürətli hərəkətdə cismin impulsu. Belə ki, burada bir çevrə var, deyək ki, və M kütləli cisim həmin çevrə üzrə bərabər sürətlə hərəkət eləyir. Bax, M kütləli cisim V sürəti ilə hərəkət eləyir. Burada təbii ki, bayaq dediyim kimi cismin impulsu da çevrəyə toxunan istiqamətdə yönələcək. Onda çevrə üzrə bərabər sürətli hərəkətdə cismin impulsunu belə yazarıq. P bərabərdir mv. V'nin xətti sürətin bildiyimiz düsturlarını burada yazarıq. Belə ki, P bərabərdir. V'nin yerinə yazacaq biz 2 pi r n vurulsun m. Və yaxud V'nin yerinə yazmaq olar. 2 pi r böl t vur m şəklində yazmaq olar. Və yaxud yazmaq olar ki, omega r vurulsun m şəklində yazmaq olar. Yəni, biz düsturları artıra bilərik, ehtiyac yoxdur. Bu oldu çevrə üzrə bərabər sürət hərəkətdə cismin impulsu və cismin impulsu da çevrəyə toxunan istiqamətdə yönəlir. Cismin impulsu cismin kütləsi ilə sürətindən ikisindən də düz asılıdır. Kütlə sabit olanda sürətlə də düz, sürət sabit olanda kütlə ilə də yenə düz mütənasib asılıdır. Bir də var qüvvə impulsu var. Qüvvə impulsundan indi sizə danışacağım. Qüvvə impulsu impulsun dəyişməsinə bərabərdir. İmpulsun dəyişməsi bizə qüvvə impulsunu verir. Amma ayrıca qüvvə impulsunun özü qüvvə ilə qüvvənin təsir müddəti hasilinə bərabər olan kəmiyyətə deyirik. Qüvvə impulsu. Qüvvə impulsu belədir. Qüvvə ilə onun təsir müddəti hasili. Yəni F vur T. Qüvvə impulsunun vahidi olacaq Newton vurulsun saniyə. Dedik ki, qüvvə impulsu impulsun dəyişməsinə bərabərdir. Yəni delta P impulsun dəyişməsidir. O F vur delta T'dir. F vurulsun delta T'dir. Gəlin bunu alaq. Bu hardan alınır, onu sizə izah edeyim. Belə ki, Newton ikinci qanunu yazsaq, Newton ikinci qanuna görə F bərabərdir MA-dır. M vurulsun A-nı yerinə hansı düsturu yazmaq olar? Deyə bilirsiniz. Yazmaq olar V çıxılsın V0 bəli bölünsün T. M-i növbəli şəkildə içəriyə vuraq. Olacaq MV çıxılsın MV0 bölünsün T və yaxud delta T də yaza bilərsiniz. MV cismin son impulsudur. MV0 isə cismin başlanğıc impulsudur.
Bölünsün T. P çıx P sıfıra biz deyərik delta P. Delta P bölünsün T. Vahid zamanda impuls dəyişməsinə bəb olan cəmiyyət qüvvə adlanır. Bax, qüvvəni batəzdən yazıram. Delta P bölünsün delta T və yaxud P böl T yaza bilərsiniz. Deməli, vahid zamanda impuls dəyişməsinə bəb olan cəmiyyət qüvvə adlanır. Buradan da təbii ki, həmin o düsturu almaq olar ki, delta P bərabərdir. F vurulsun delta T. Burada biz başqa işlər də görə bilərik. İndi mən onlarsa mütləq şəkildə deyəcəyəm. Deməli, burada delta P impuls dəyişməsidir. İmpuls dəyişməsini biz bu şəkildə yaza bilirik. P çıxılsın P0 bərabərdir. F vurulsun delta T. Buradan da P-ni tapanda P0 üstəgəl F da delta T hər dəfə yazmıram. Rahat olsun deyə. P bərabər P0 plus F T. Burada P bərabər olacaq P0 minus FT də yaza bilərsiniz. Deməli, bərabər yeyinləşən hərəkətdə cismin impulsu sürət qüvvə istiqamətdə olduğuna görə bu olur. Bərabər yavaşyanda isə qüvvə ilə impuls əks istiqamətdə olduğuna görə bax, düstur, bax bu olur. Biri yeyinləşəndədir, biri yavaşyandadır. Hə. Deməli, ondan belə çıxır ki, yeyinləşən hərəkətdə P-nin T-dən asılı qrafiki, əgər P0 sıfırdan fərqlidirsə, müəyyən qiymətdən başlayıb artacaq. Yeyinləşən hərəkətdə. Bu da yeyinləşən hərəkətin düsturu. Bərabər yavaşlayan hərəkətdə isə P-nin T-dən asılı qrafiki müəyyən qiymətdən başlayıb azalacaq. Bax, bu şəkildə. İndi bu da bərabər yavaşlayan hərəkətdədir. Ümumiyyətlə delta P isə delta T-dən düz mütənasib asılıdır. Delta P delta T-dən düz mütənasib asılıdır. Və burada bucağın tangensi bizə qüvvəni verir. Çünki delta P böl T-dir ya. Bucaq artdıqca da tangensin qiyməti artdığına görə demək F-in qiyməti də artmış olacaq. Onda belə məşhur suallar var. O sualları mən burada göstərəcəm sizə. Siz başa düşəcəksiniz mən nə danışmaq istəyirəm. Tutaq ki, cismin impulsunun proyeksiyasının zamandan asılı qrafikləri verilib. Deməli, qrafiki mən sizə göstərirəm. 3 dənə fərqli qrafikdir. Px-in deyək ki, T-dən asılı qrafiki. Qrafiklərdən biri bu şəkildədir. Birincisi. İkincisi bu formadadır. Üçüncüsü bu formadadır. 1, 2, bu da olsun 3. Bizə soruşur ki, qüvvələrin əvəzəsinin x oxuza proyeksiyası arasında hansı münasibət doğrudur? Bu bucaq alfa 3 bucağıdır. Bu T oxunu gətirib bura götür. Buradan da qırıq-qırıq xətt bu T oxunu paralel yuxarı köçürürəm. Bura olacaq alfa 2 bucağı. Bu da zaten alfa 1 bucağıdır. Mən şəkilə baxıb görürəm ki, alfa 1, alfa 2, o da alfa 3'dür. Və tangens alfa da F'i verir. Deməli, F1x böyükdür F2x'dan. O da böyük olacaqdır F3x'dan. Bax, bu cismin impulsun zamanı asılı qrafikinə görə qüvvənin təyin edilməsidir. Əgər cisim impulsu dəyişmirsə, yəni bərabər sürətli hərəkətdə, bərabər sürətli hərəkətdə cismin sürəti sabit qaldığı kimi onun impulsu da nə olur? Sabit qalır. Ona görə də bərabər sürətli hərəkətdə impulsun zamandan asılı qrafiki zaman oxuna paralel düz xətt olacaq. Zaman oxuna paralel düz xətt. Yəni bu şəkildə olacaq. Onda əvəzləyici qüvvənin sizdən zamandan asılı qrafikini istəsə,
Əvəzləyici qüvvənin zamanı hansı qrafiki sıfırın üzərində olacaq. Çünki biz bilirik ki, bərabər sürətli hərəkətdə əvəzləyici qüvvə sıfır olar. Yuxarıdakı bir və ya iki qrafiklərin hər hansı biri verib sizdən əvəzləyicinin qrafikini istəsə, onda bu şəkildə olacaq. Əvəzləyici qüvvə sabit olacaq, sabit. Çünki əvəzləyici qüvvə sabit olanda hərəkət ya bərabər yeyinləşən olur, ya da hərəkət bərabər yavaşlayan olur. Bax, bir və ya iki qrafiki versə, qrafik bax buradakı kimi olacaq. Üçüncü qrafiki versə, qrafik bax buradakı kimi, sağdakı kimi olacaq. Bu şəkildə bax, ox qoyuram. Bu qrafiklər sizə test toplusunda bəzi sualları yazmağa kömək edəcək. Deməli biz impulsu dedik. Qüvvə impulsunda dedik. Hə, bu arada bir dənə də qeyd yazaq. Madam ki, burada qüvvə impulsundan danışdıq. Qeyd yazaq ki, qüvvə impulsu qüvvə istiqamətində yönəlir. Yazaq bura ki, qeyd. Burada yer var deyə bura yazıram. Yazıram ki, qüvvə impulsu qüvvə istiqamətində yönəlir. Yəni əvəzləyici qüvvə istiqamətində yönəlir. Bax belə. İmpuls haqqında sizə deyəcəklərim bu qədər. İndi impulsun saxlanma qanunundan sizə danışacağam. İmpulsun saxlanma qanunu və qeyri-elastiki toqquşma və elastiki toqquşmalar haqqında deyəcəm. Əvvəlcə impulsun saxlama qanununa deyək. Yazıram ki, cismin impulsunun saxlanması qanunu. İmpulsun saxlanma qanununa görə əvvəlki impulsların cəmi, ta ki P1, P2, ta ki 2 kürəciyimiz var burada. Bizim 2 kürəciyimiz var. Kütlələri M1 və bu V1 sürəti ilə gedir. Kütlələri bu M2-dir. Burada V2 sürətlə gedir. Ta ki bunlar toqquşdular. Fərz eləyək ki, toqquşmadan sonra, buraya yazıram toqquşmadan əvvəl. Toqquşmadan sonra tutaq ki, birinci cisim V1 iştirik sürətini aldı. İkinci cisim isə V2 iştirik sürətini aldı. Fərz eləyirik. Hansı istiqamətdə getdiyini də deyə bilmərik. Sadəcə deyirik ki, belədir. İndi bu da toqquşmadan sonradır. Burada baxdığımız halda iki dənə cismin toqquşmasından söhbət gedir də. İmpulsun saxlama qanununa görə əvvəlki impulsların cəmi, buraya yazıram P əvvəl. Sonrakı impulsların cəminə, hətta ki, sonrakı impuls P1 iştirikdir. Üstəgəl P2 iştirik də sonrakı impulsdur. Sonrakı impulsların cəminə deyir nədir? Bərabərdir. Burada yazaq sonra. Deməli, əvvəlki impulsların cəmi, sonrakı impulsların cəminə bərabərdir. Bax, buna deyirlər impulsun saxlama qanunu. İndi bunu biz qeyri-elastiki toqquşmaya tətbiq edək. Qeyri-elastiki toqquşma nədir? Toqquşandan sonra cisimlər birləşirlər, bir cisim kimi hərəkət edirlər. Toqquşmadan sonra cisimlər birləşib bir cisim kimi hərəkət eləyir. Məsəl üçün, tutaq ki, belə bir şey deyək. Burada bir maqnit var. Maqnit N, S. Burada da bir maqnit S tərəfi buradır, N tərəfi bura, əks qütbüdür. Bu maqnit gəlir buna, dəyir, yapışır. Yapışıb bunu da V iştirik sürəti ilə özü ilə dartıb aparır. Hə, iki maqnit birləşib bir cisim kimi hərəkət eləyir. 2 və 3 bir neçə cisim birləşib bir cisim kimi hərəkət eləyəndə ona biz deyirik qeyri-elastiki toqquşma. Yəni elastiki olmayan toqquşma. Və elastiki toqquşmaya bir dənə də misal göstərim. Bax, ta ki bu ipdən belə bir taxta asılıb, kubik formalı bir taxta. Buradan da bir ox atılır. Bu oxun kütləsi M1-dir. Bu taxtanın kütləsi M2-dir.
Ox gəlir V1 sürətinlə dəyir, buna sancılıb qalır. Sancılıb qalandan sonra bunlar V-ilə hərəkət eləyirlər. Hə, onda bu ox bunun içindədir axı. Ona görə bunlar birləşib bir cisim kimi hərəkət eləyirlər. Şagirdlər 5 dəqiqə, 1 dəqiqə mənə müsaade eləyin, 1 dəqiqə sonra gəlirəm. Üzr istəyirəm şagirdlər. Deməli, indi bunu qeyri-elastiki toqquşmaya tətbiq edək bu düsturu. Ə, bu impulsun saxlanma qanunu. İndi biz şərti olaraq sağa gedəni x oxu istiqamətində, sola gedəni isə x oxunun əksinə qəbul eləyib qeyri-elastiki toqquşmanın düsturlarını sizə deyəcəyik. Necə olur deyə. Deməli, ta ki burada M1 kütləli yükümüz var və bu M1 kütləli yük V1 sürətinə hərəkət eləyir. Burada da onunla eyni istiqamətdə hərəkət edən M2 kütləli yük var. Bunlar yenə də toqquşmadan əvvəlki versiyadır. Toqquşmadan əvvəlki versiyadır bunlar yenə də. Yazır bura toqquşmadan əvvəl. Bunlar toqquşmadan sonra birləşəcəklər. Bir dənə cisim kimi bir dənə cisim kimi hərəkət eləyəcəklər. V' sürəti ilə. Hə, bura yazıram ki, toqquşmadan sonra. Deməli, əvvəl bunların impulsların cəmi nə qədər idi? M1, V1, bunlar eyni istiqamətdə getdiyinə görə ikisinin də deyək ki, impulsu müsbətdir. Üstə gəlinsin
M2 V2. Hə, bərabər. İndi bu toqquşmadan əvvəlki impulsların cəmidir. Bir də toqquşmadan sonra bunlar birləşdilər axı. Birləşəndən sonra birləşib bir cisim kimi hərəkət edəcəklər. MV. M burada artıq bunların ikisinin kütlələri cəmidir. Burada da qeyd etmişik ki, əvvəlki impulsların cəmi sonrakı impulsların cəminə bərabərdir. Deməli biz yazacağıq ki, M1 V1 üstə gəlinsin M2 V2 bərabərdir. M1 üstəgəl M2 vurulsun V ştrix. Buradan V ştrixi tapanda alırıq ki, nə? M1 V1 üstəgəl M2 V2 bölünsün M1 üstəgəlinsin M2. Deməli, bu düstur oldu. Eyni istiqamətdə hərəkət edən iki kürənin və iki cismin toqquşmadan sonraki sürəti. Eyni istiqamət A bəndi yazaq buna. Eyni istiqamətdə hərəkət edən iki cismin toqquşmadan sonraki son sürəti bu şəkildə olacaq. İndi ola bilər ki, təbii ki, bunun bura gəlib çatması üçün burada V1, V2-dən nə olmalıdır? V olmalıdır ki, burada toqquşma baş versin. İndi fərz eləyək ki, bu kürələr qarşı-qarşıya hərəkət edirlər. Onu da buradan şəklini çəkək. Bunu bildik. Ta ki, kürələr qarşı-qarşıya hərəkət edirlər. Birinci kürənin kütləsi M1, sürəti V1-dir. Digər kütlə M2, sürəti də V2-dir. İndi burada toqquşandan sonra bu cisimlər hansı istiqamətdə hərəkət etdiyini bilmək üçün nə iş görmək lazımdır? Yekun sürətə baxacağıq. Yekun sürət mənfidirsə, deməli toqquşma V2 istiqamətindədir. Müsbətsə V1 istiqamətindədir. Ən yaxşısı belə deyirəm. Bu kürələr toqquşandan sonra impulsu böyük olan istiqamətdə gedəcək. İmpulsu, yəni MV hasili hansında böyükdürsə, toqquşandan sonra o istiqamətdə hərəkət edəcək. İndi fərz eləyək ki, toqquşmadan əvvəl M1 V1, M1 V1, M2 V2-dən çoxdur. Onda bunlar toqquşandan sonra, bax bunlar toqquşandan sonra M1 V1-in istiqamətində, yəni sağa doğru hərəkət edəcəklər. V' sürəti ilə. Yenə də buranı x oxu qeyd eləyirəm. İndi başlayıram yazmağa. Yazıram, bax M1 V1 üstə gəlinsin mötərizədə. Axı bu V2-nin x oxuza proyeksiyası mənfi olacaq. Ona görə də ona biz mənfi M2 V2 yazasıyıq. Bərabərdir. Toqquşmadan sonra dedik ki, M1 V1 böyük olduğuna görə sağa gedəcək. Ona görə bu impulsda müsbət götürürəm. Olacaq M1 üstəgəl M2 V'. Buradan V' tapanda olacaq M1 V1 çıxılsın M2 V2 bölünsün M1 üstəgəlinsin M2. Bax, bunu da birdən burada modul yazırlar ki, problem olmasın. Deməli, kürələr qarşı-qarşıya gəlib qeyri-elastiki toqquşanda, bax, düstur, bax, bu şəkildə hesablanacaq. M1 V1 çıxılsın M2 V2, topla M1 üstə gəlinsin M2. İndi ola bilər ki, toqquşmadan əvvəl hər hansı bir kürə sükunətdə qalsın. O halda mümkündür. Deməli, tutaq ki, toqquşmadan, bunu da bir C variantı yazaq. C variantı. Tutaq ki, birinci kürəmiz M1 V1 sürətindən hərəkət eləyir və sükunətdəki, baxın, sükunət nə deməkdir? Yəni V2 sıfırdır. Sükunətdəki V2 sürəti ilə qeyri-elastiki toqquşur. Təbii ki, birincinin impulsu çox olduğuna görə bunlar toxundurduqdan sonra hansı cismin sürəti varsa o istiqamətdə də hərəkət edəcəklər. Yəni bunlar sağa doğru V' sürəti ilə hərəkət edəcəklər. Yenə də yazıram ki, qaydanı yazıram. Toqquşmadan əvvəlki impulsların cəmi M1 V1 üstə gəl M2 vurulsun V2 bərabərdir. Toqquşmadan sonraki impulsların cəmi M1 vur M2 M1 üstə gəl M2 vur V'.
İndi toqquşmadan əvvəl birinci kürənin sürəti 0 olduğuna görə bu ifadə gedir sıfıra. Onda tənliyimiz nə şəkildə olur? Tənliyimiz olur onda M1 V1 bərabərdir. M1 üstəgəl M2 vurulsun V iştirik. Buradan da V iştiriki tapanda alırıq ki M1 V1 bölünsün M2 V2. Bax, bu düstur kürələrdən ikincisi sükunətdə olanda toqquşmadan sonraki sürətdir. Əgər kürələrdən birincisi 0 olsaydı, onda V iştiriki belə tapardıq. M2 V2 böl M1 üstəgəl M2. Bunu da qeyd etmək mən fayda bilirəm. Deməli, bu ikinciyə yazıram ki, V2, V1 sıfırdır. Bayaq yazdığım tənliyə yazıram ki, burada da V2 sıfır olarsa. Beləliklə, qeyri-elastiki toqquşma haqqında da deyəcəklərim bu qədər. Başqa Mən bir... sual vermək olar. Bəli? Sual. Bəli, bəli, əlbəttə. Məsələn, elə bir divar fikirləşək ki, çox bərk olsun. Məsələn, ona maşın deyilsə, olduğu yerdə qalacaq. O necə olur ki, bəs? Bu Yəni, biz dediyimiz bu impulsun saxlanma qanunu qapalı sistemlər üçündür. Yəni kənardan təsir etməyən sistemlər üçün doğrudur. Aydındır. Məsəl üçün iki bilyard daşını toqquşdurmaq, yəni onlar yapışa bilsə də, onlar üçün doğrudur. Sonra məsələn iki plastilini qabaq-qabağa gəlsə yapışanda praktik olaraq buna çox da həyatda rast gəlmirik. Qeyri-elastiki toqquşmaya harda rast gələ bilərik? Məsəl üçün sən dedin maşının divarla toqquşması o qeyri-elastiki deyil. O dəyir maşın dala çırpılır axı. Yəni bu bəli, elastikidir. Aydındırmı? O bəli, qeyri-elastiki deyil. Qeyri-elastiki toqquşma sən ən bəsit nümunə burada göstərdim. Məsəl üçün bu hədəf taxtasına hədəf atırsınız. Bax orada yapışıb qalır ha o hədəfə. Əgər onu mən göydən ağacdan alsam o yapışıb qalmaz da müəyyən bir V sürətlə neyniyər? Hərəkət eləyər. Və yaxud da ki burada bir sapdan bir taxta assam, bu taxtanı mən oxla vursam, ox V1 sürətlə gəlir buna dəyər. Bunu müəyyən V-lik sürətlə də olsa neyniyər? Sağa doğru bunu itələyər. bunu itələyib bu vəziyyətə gətirə bilər. Bax bunlar praktik həyatda qeyri-elastiki toqquşmaya aid nələrdir? Nümunələrdir. Aydın oldu mu Emin? Bəli, Əla. İndi isə elastiki toqquşmaya aid nümunələrdən danışacağıq. Qeyd eləyə bilərsiniz ki, mütləq elastiki toqquşma. Mütləq elastiki toqquşmanın praktik misalları ilə sizə deyəcəm. Tutaq ki, burada bir divar var. Bu divarla biz topla divara vururuq. Top divara, əgər bu dediyim söhbətlər hamısı qapalı sistemdə mümkündür. Top divara hansı sürətlə dəyirsə, o sürətlə də divardan geri qayıdacaq. Baxın, MV ilə dəyir. Geri qayıtmanı qırıq-qırıq göstərirəm. Yəni dəyib geri qayıdıb. V ilə dəyib, V ilə də qayıdıb. Divarla elastiki toqquşursa, mütləq elastiki toqquşma nəticəsində. Onda bu topun impuls dəyişməsi delta P bərabər olacaq 2 MV-yə. Çünki necə tapılır deyim sizə. Sağa gedəni bir müsbət qəbul etsəm, onda əvvəlcə bu müsbətdir. Dala qaydanda x oxunun əksinə gedir deyə impulsun dəyişməsi son çıx əvvəldir də yazırıq ki, MV çıxılsın mənfi MV. O da dəyəcək neçə olacaq? Olacaq 2 MV. Deməli top divarla toqquşanda impulsun dəyişməsi olur 2 MV. İndi fərz eləyəyin ki, cisim H hündürlüyündən sərbəst düşür
və təbii ki, sərbəst düşən cisim yerə v sürəti ilə çırpılır. Yerə v sürəti ilə çırpılır. Elastiki toqquşma olanda v sürəti ilə də geri qayıdacaq. Havanın müqaviməti falan nəzərə almırıq təbii ki. Onda yerlə toqquşan zaman impuls dəyişməsi olacaq 2mv. Sərbəst düşən cismin də sürəti hansı üstünə hesablanır deyə bilərsiniz. Yerə dayananda sürəti. Yadınızda qalıbsa deyə bilərsiniz. Sərbəst düşən cismin yerlə toqquşma sürəti. Delta P Bu şəkildə bərabərdir. 2 şey. 2GH bəli yazmaq olar. 2GH şəklində yazmaq olar və digər düsturu yazmaq olar. Delta P bərabər 2M J vurulsun T. Sərbəst düşən cismin sürəti nətər tapılırdı? JT ilə tapılırdı. İndi ola bilər ki, top yerə perpendikulyar yox, müəyyən bucaq altında çırpılır. Tutaq ki, bu Y oxudur. Bu Y oxudur. Top yerə Y oxu ilə Y oxu ilə alfa bucağı əmələ keçirəcək şəkildə yerlə toqquşur. Və hansı bucaq altında toqquşursa, o bucaq altında da dala qayıtmalıdır. V sürəti ilə də dala qayıdır. Onda cismin impuls dəyişməsi belə tapılır. Delta P bərabər olacaq 2mv kosinus alfa. Əgər bizə yer səthi ilə əmələ gətirdiyi bucağı verərsə, bu yer səthi ilə əmələ gətirdiyi bucaq betanı verərsə, onda impuls dəyişməsi olar 2mv sinus beta. Zaten bilirik ki, düzbucaqlı üçbucaqda, yəni bunu biz bilməliyik. Bura alfa, bura betadırsa, sinus alfa kosinus betaya bərabərdir. Və yaxud kosinus alfa sinus betaya bərabərdir. Əks bucaqlar olanda bərabər olur. Məsəl üçün, sinus 30 dərəcədə alır 2də 1. Bunu kosinus 60'da alır. 2də 1. 30 bura olanda 60 bura olur da. Bu şəkildə. Bu axırıncı dediyim bu 2mv kosinus alfa çox da məşhur deyil. Dimdə ona aid sual yoxdur. Sadəcə mən bir dənə yerdə görmüşəm. O da güvənin test bankında, güvənin C suallarında bunu görmüşəm. Elastiklik toqquşma haqqında əsas bu məsələ divarla toqquşmaya fikir verin. 2mv'dir. Bir də yerlə toqquşanda yenə də 2mv olur. Bu da sərbəst düşən cisim yerə dayananda sürət düsturlarını sadəcə xatırlayın. 2JH şəklində olacaqdır. İmpulsun saxlama qanunları haqqında bizim deyəcəklərimiz bu qədər. İmpulsa aid elə bir ki, hər bir şey sizə dedim. Yəni, dim toplunun birinci və ikinci başlığına aid bütün detallara aydınlıq gətirdik. İndi patlama məsələsindən də deyim. Bunu mən özümdən deyim. 4 dəqiqə fasiləyə qalıb təzə mövzuya keçməyəcəm. İkinci 40 dəqiqədə keçəcəm təzə mövzuya. Patlama məsələsi nədir? Buradan yazaq ki, patlama. Məsələn, güllə patlayır. Patlama məsələsi. Tutaq ki, bizim bir kürəciyimiz var. Və bu kürəcik sükunət patlamamışdan qabaq sükunətdədir. Yəni, bunun başlanğıc sürəti nəyə bərabərdir? Sıfıra. Amma bunun müəyyən bir kütləsi var. Tutaq ki, daxili patlama nəticəsində bu kürəcik iki dənə hissəyə ayrılır. Patladığı yer də təxmini də olsa çəkməyə çalışıram. Patlamış hissələrdən biri kütləsi M1, sürəti də V1 olsun. Tutaq ki, sola doğru patlayır. Digərinin kütləsi M2 və sürəti də olsun V2. İndi burada bu patlamamışdan əvvəldir. Bu da patladıktan sonradır. Yenə də şərti olaraq sağa gedən tərəfi biz müsbət, sola gedən tərəfi mənfi qəbul edəcəyik. Patlamamışdan əvvəl impuls P əvvəl, patladıktan sonra impulsla cəmi olsun
P son. P əvvəl sıfırdır. Çünki patlamamışdan qabaq impuls sıfır və sürət sıfırdır. Gəlin bunu belə yazaq. MV bərabərdir. Patladıktan sonra iki dənə impuls var. Birinə deyirəm mən M2 V2. Üstə gəlsin bunu mənfi götürəcəm. Çünki x oxunun əksinədir. Mənfi M1 V1. Deməli yazıram ki MV-ni yenə yazıram 0 bərabərdir. M2 V2 çıxılsın M1 V1. Buradan bu ifadə getdi sıfıra, qaldı M2 V2 çıxılsın M1 V1. Buradan da alıram ki M1 V1 bərabərdir M2 V2-yə. Buradan nə aldıq? Buradan aldıq ki, patlanma məsələlərində patladıktan sonra əgər iki qəlpə alırsa, ayrılırsa, onların impulslarının modulları bir-birinə nə olur? Bərabər olur. Patlama məsələlərində patladıktan sonra cisimlərin impulslarının modulları bir-birinə bərabər olur. Və buradan da təzədən Newtonun 3-cü qanundan aldığımız nəticəni alırıq. V1-in V2-yə nisbəti bərabərdir M2-nin M1-ə nisbətinə. Yəni, qarşılıqlı təsirdə olan cisimlərin sürətləri nisbəti onların kütlələri nisbəti ilə düz mütənasib asılıdır. İndi bir neçə dənə görək izahlı test nümunəsinə baxaq. Ondan sonra biz dərsimizi davam edə bilərik. İmpuls mövzusundan qəbula düşən suallara baxaq. İmpuls, enerji. İndi ekranda paylaşacağım onu sizə. Məsəl üçün birinci sual. Bir ki, yer səthindən başlanğıc P0 impuls ilə şarquli yuxarı atılmış M kütləsinin uçuş müddəti hansı ifadə ilə təyin olunur? Kim deyər, uçuş müddətinin düsturu nətəridir? T uçuş bərabər. De söz sevinərəm. 2V0 bölü 2V0 bölü J. 2V0 bölünə J. Mən bu ifadəni impulsla ifadə etmək üçün kəsin surətini də, məxrəcini də nəyə vura bilərəm? M-ə vura bilərəm. Onda alınır nə? 2 dənə MV0 böl MJ. MV0 impuls deməkdir. 2P0 böl MJ. Doğru cavab olacaq Y variantı. Sonra bu 6-cı sualı bayaq izah elədik. Bucağı gətiririk bir-bir. Sizin fikriniz nədir 6-cı sualla bağlı?